Frontal, fərdi, Bir də qrup. bir də qrup. Qrup formasından hansı hissədə istifadə olunur? Deməli, qrupda 2 ilə 3. Qəşəng. Qrupda 2 ilə 3-dür. Bəs Bəli, frontal. frontaldır. Yaxşı, ümumi hərəkətləri nümayiş elətdirir. Kim dərsin hansı hissəsində? Nümayiş elətdirir müəllim. Ümumi hərəkətləri nümayiş elətdirir müəllim. Dərsin hansı hissəsində? Hazırlayıcı hissədir. Yaxşı, yox. Hazırlayıcı hissədə. Sadəcə hərəkətləri nümayiş elətdirir desəydi amma Nümayiş əsasda müəllim. O olacaqdı əsas hissə. Hərəkətləri yerinə yetirir, dəstə yarışacaq qrupları, komandaları müəyyənləşdirir. Müəllim əsas hissə. Qəşəng. Müəllim əsas hissədə hər hansısa bir zəruri hərəkət qabiliyyətin planlı inkişafını təmin edir. Zəruri. Hər hansısa bir yox, mənə lazımdır. Hər hansısa bir hərəkət qabiliyyətin planlı inkişafını təmin edir anam. Planlı inkişafını təmin edir müəllim. Hansı hissədə? Müəllim təmin edir. Əsas hissədə. Bəli, əsas. Əsas hissəmizdə. Yaxşı, əsas hissəmiz neçə dəqiqə olmalıdır? 20-25 dəqiqə. 20-25 dəqiqə olmalıdır. Öz nəticəsini təhlil edir. Kim dərsin hansı hissəsində? Öz nəticəsini şagird təhlil edir, öz nəticəsini. Əsas hissədə. Yox, tamamlayıcı hissədə. Təhlil edir. Tamamlayıcı. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Komandalı ümumi orta. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Aynen müəllim. Qatıb qarışdırırım. Dərsin hissələrindən söhbət gedir, ümumi ortadan yox. Dərsin. Komandalı fəaliyyət. Mən bir də zəhmət olmasa. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Əməkdaşlıq edir. Əlbəttə ki, şagird edir. Əsas hissədə. Əsas hissədə. Komandalı fəaliyyət zamanı əməkdaşlıq edir. Şagird hansı hissədə? Əsas hissədə. Doğrudurmu? Bəli. Sonra belə bir sual verirsə ki, müəllim, nətər dəyərli? Yeriş və qaçış hərəkətlərinin müxtəlifliyindən istifadə edir. Müxtəlifliyindən istifadə, şagird istifadə edir. Yox. Müəllim də istifadə edən. Yeriş və qaçış hərəkətlərinin müxtəlifliyi. Hazırlayıcı isə müəllim. Hazırlayıcı isə müəllim fəaliyyəti edir. Yaxşı, xüsusi seçilmiş hərəkətləri yerinə yetirir. Müəllim, xüsusi seçilmiş dərsdən ikən, yox, mən yenə qatdım, qarışdırdım, yenə bu çiyə aiddir. Dərsin hissələrinə. Dərsin hissələrinə aiddir, o heç. Xüsusi seçilmiş hərəkətləri yerinə yetirir. Bir şeyi yerinə yetirmək dərsin hansı hissəsində olar? Əsas hissədə. Əsas hissədədir. Əsas hərəkətlər dərsin hansı hissəsində yerinə yetirilir? Əsas hərəkətlər.